Salam, hər vaxtınız xeyir. Hər vaxtımız xeyir. Özünüzü təqdim eləyin. Aşırova Məfarə. Şikayətiniz nə ilə bağlıdır? Şikayətim heç nə. Evimizin böyründə obyekt tikirlər. Evimizin özülünü qazıyırlar. Şikayətim odur ki, məsafəni dövlət necə qayda qanun qoyub, o cürə də məsafəni saxlayıb tiksinlər. Siz sahibkarla danışmısınız bu barədə? Danışmışam. Onlar az miqdarda qoyurlar. O da ki, az miqdarda da ki, ekskavator işlədikcə bizim evin divarı sirkələnir. Evin yəni çökmə dərəcəsi Orada böyükdür. çökəcək də. Ora boş torpaqdır. Bilirsiniz, əvvəllər bura əkin sahəsi olub. Ekskavatorun ağzını vurduqca torpaq oxalanıb tökülür. Boş torpaqdır. Dövlət də məsələn deyir ki, bunların tikdiyi mərtəbə əsasında 4 metrə 86 santimetr yer qoymalıdırlar. Mən də deyirəm, lazım deyil o qədər qoymaq. Heç olmasa 3 metrə 40 qoy da mənim evimdən uzaq olsun. Onlar da razılaşmır. Yəni orada bina tikintidə yəqin ki, pəncərədən baxışın da olmayacaq, onun qabağı da, qarşısı da alınacaq da yəqin. yəqin. Baxışsa da o yüzden getsin. Yox, o yəni havalandırmaya görə O heç deyirəm. havalandırma da 0 dərəcəyə gəlib düşəcək. Hamısı bir yana dursun. Yəni mənim evim uçandan sonra o havalandırma etməyə lazım deyil. O gəlib yanbayan o qazıyandan sonra ev uçacaq. Havalandırması da alınmadı şey. Olmadı. Müraciətin kimədir? Müraciətim elə o şirkət sahibinə. Yuxarılaradır da. Mən elə xahiş edirəm. Buyurun. Mənim şikayətim prezidentimizədir. O çox gözəl qərar verib ki, yanında ev tikən zaman nə qədər məsafə qoyulmalıdır. Prezidentimizin verdiyi qərara görə məsafəni qoysun. Mehriban xanımadır, xahiş edirəm onlardan. Ondan sonra icra hakimiyyətinə, prokurorluğa, bələdiyyə xahiş edirəm ki, mənə köməklik eləsinlər. Məsafəmi saxlasınlar, nə iş görürlər, görsünlər. Mənim üçün heç fərqi yoxdur.